Bugün mayın 15-dən etibarən hansı bürclərin çox tezliklə varlanmağa başlayacağından danışacağıq. Hansınız şansa gülümsəyəcək və görülməmiş maliyyə imkanları əldə edəcəksiniz? Gəlin birlikdə anlayaq. Niyə məhz mayın 15-dən sonra bəziləriniz inanılmaz maliyyə artımı dövrünə başlayacaq? Amma başlamazdan əvvəl bu videonun altında bizə beyin verməyi unutmayın. Buna görə minnətdar olarıq və əgər hələ abunə deyilsinizsə kanalımıza abunə olun və videonun altındakı şərhlərdə sehirli cümləni yazmağınızdan əmin olun. Mayın 15-dən sonra mən kəskin şəkildə varlanmağa başlayıram. Amin və yaxın gələcəkdə nail olmaq istədiyiniz məbləği bildirin. Əhəmiyyətli qeyri-real rəqəmlər yazmayın. Həyatın bu mərhələsində sizin üçün həqiqətən vacib və zəruri olan məbləği göstərin. Gəlin nəhayət zəngin olmaq üçün şanslı olanlar arasında hansı bürcün olacağını öyrənək. Bildiyimiz kimi ulduzların və planetlərin hər birimizə təsiri var və bu təsir hər bürc üçün fərqlidir. Astrologiya bildirir ki, hər bürcün öz müsbət və mənfi dövrləri var. Buna görə də 15 may bəzi bürclər üçün inanılmaz uğurlu bir dövrün başlanğıcıdır. Bu müddət ərzində onlar maliyyə artımının və rifahın cazibəsini hiss edəcəklər. Nəhayət, bəxtəvərlərin kim olduğunu öyrənək. Yaxşı dostlar, kartları açıqlamağın vaxtı gəldi. Bürc inanılmaz dərəcədə şanslıdır. Doğulacaq ilk bürc Qoçdur. Əziz qoçlar, siz heç kim kimi taleyin istənilən çağırışını qəbul etməyə hazırsınız və hər şeydə birinci olmağa çalışırsınız. Bu fərqli xüsusiyyət tezliklə sizin əlinizdə olacaq. Mayın 15-dən etibarən Mars və Loiterin güclü təsiri sizin sürətli maliyyə artımınız üçün ən əlverişli şərait yaradacaq. Bu dövrdə Qoç onlara təkcə əhəmiyyətli maddi sərvət deyil, həm də görülən işlərdən mənəvi məmnunluq gətirəcək unikal imkanlar əldə edəcək. Hörmətli qoçlar, sahibkarlıq və startaplarla bağlı təkliflərə xüsusi diqqət yetirin. Risk etməkdən qorxmayın, çünki yeni layihələrə investisiya qoymaq sizə ən çox qazanc gətirəcək. Siz indi narahatsınız. Unutmayın, necə hərəkət edəcəyinizi və hansı qərarı verəcəyinizi bilmirsinizsə belə. Aprel ayından sonra səmada formalaşacaq astroloji bucaqlar yalnız sizin üçün işləyəcək. Buna görə də bütün şübhələrinizi bir kənara qoyun, cəsarətlə hərəkət edin və mütləq uğur qazanacaqsınız. Mayın 15-dən etibarən sürətlə varlanmağa başlayacaq bürcün növbəti əlaməti əkizlərdir. Əkizlər üçün həqiqətən qızıl bir dövrdür. İnanılmaz ünsiyyət bacarıqlarınızı və inanılmaz uyğunluğunuzu görəcəksiniz. Nə olduğunuzu sona qədər göstərə biləcəksiniz. O, bəlkə də mayın 15-də əkizlər bürcünün maliyyə ulduz falına daxil olacaq. Bu, sizin üçün dərhal yeni üfüqlər açacaq və gözlənilməz gəlir mənbələri vəd edəcək. Rabitə, media və ya informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən əkizlər əhəmiyyətli pul gəlirləri əldə etməyə ümid edə bilərlər. İndi sizin üçün, əziz əkizlər, hər cəhdin şövqlə qarşılanacağı və uğura məhkum olacağı vaxtdır. Əsas odur ki, təşəbbüs göstərmək və layihələrinizə diqqət çəkməkdən çəkinməyin. Doğan, çevikliyiniz və başqalarını təəssüratlandırmaq bacarığınız sizə hər tərəfli dəstək verəcək, həm də bəlkə də maddi cəhətdən kömək edəcək doğru insanları cəlb etməyə mütləq kömək edəcək. Layihələrinizi maliyyələşdirmək və ya onların həyata keçirilməsinə kömək etmək. Unutmayın, müasir dünyada həmfikir insanların dəstəyini almaq və kömək istəyə biləcəyiniz birinin olduğunu bilmək çox vacibdir. Mayın 15-də maliyyə rifah dövrünün başlayacağı növbəti bürc qız bürcüdür. Əziz qız bürcü, səndə inanılmaz qiymətli keyfiyyətlər var. Analitik təfəkkür və başqalarının tez-tez gözdən qaçırdığı təfərrüatlara diqqət yetirmək bacarığı sizə tezliklə maliyyə yüksəlişinə nail olmağa kömək edəcək keyfiyyətlərdir. Aprel ayından etibarən planetlərin əlverişli mövqeyi peşəkar inkişafınız və maddi rifahınızın yüksəlməsi üçün ideal şərait yaradacaq. Qız bürcü, səhiyyə, analitika və konsaltinq sahələrində layihələrlə bağlı təkliflərə diqqət yetirin. Təəccüblü dərəcədə qazanc əldə edə bilərlər. Bu müddət ərzində gözlənilməz pul gəlirləri və xoş bonuslar da əldə edə bilərsiniz. Əziz qız bürcü, peşəkar bacarıqlarınızı genişləndirmək və yeni gəlirli müqavilələr imzalamaq fürsətini qaçırmayın. Ticarət nişanınızın dəqiqliyi və istənilən biznesə analitik yanaşmanız sizə mütləq gəlirdə nəzərə çarpacaq artım gətirəcəkdir. Yeni şeylərə açıq olun.
Çünki mayın 15-dən sonra ulduzlar elə düzülür ki, öhdəsinə götürdüyünüz hər bir layihə uğura məhkum olacaq. Yaxşı bilmədiyiniz yeni bir şeylə qarşılaşsanız belə, onu rədd etməkdən çəkinməyin. Əksinə, bunu yeni təcrübə və biliklər əldə etmək üçün bir çağırış və fürsət kimi görün. Vasvaslığınız və ən xırda detallara diqqət yetirməyiniz uğura aparan yolda əsas köməkçilərinizdir. Məhz bu keyfiyyətlər ən mürəkkəb mövzuları belə başa düşməyə kömək edəcək. Beləliklə, əziz qız bürcü, mayın 15-dən sonra əvvəllər ağlınıza belə gətirmədiyiniz maliyyə uğurları yaşayacaqsınız. Xəyalınıza etibarlı şəkildə etibar edə bilərsiniz və nəhayət, maliyyə tarifi quşu digər şanslı insanın üzərinə qonacaq. Əziz oxatan, sizi inanılmaz böyümə və başgicəlləndirici dəyişikliklər dövrü gözləyir. Mayın 15-dən etibarən böyük xoşbəxtlik və şans planeti olan Yupiter sizin sadiq müttəfiqiniz olacaq və maliyyə sahənizdə yaxşılığa doğru əhəmiyyətli dəyişikliklər edəcək. Bu dövrdə böyük mənfəət və ya əvvəlki investisiyalardan qazanc kimi gözlənilməz pul qazancları əldə edə bilərsiniz. Ancaq taleyin hədiyyələrini ağılsızca gözləməyin. Maliyyə strategiyalarınıza diqqət yetirin və kapitalınızı çoxaltmağa kömək edəcək uzunmüddətli planlar qurun. Əziz oxatanlar, 15 maydan sonra dəyişikliklərə hazır olun və maliyyə strategiyalarınızı nəzərdən keçirməkdən çəkinməyin. Çünki bunların tənzimlənməsinə ehtiyac ola bilər. Bütün qarşıdan gələn təklifləri diqqətlə təhlil edin və yalnız ən perspektivli olanları seçin. Şübhə etməyin, instinktləriniz sizə hansı qərarın doğru olacağını mütləq söyləyəcək və dəqiq nəyə diqqət yetirməyə dəyər olduğunu müəyyən etməyə kömək edəcək. Çünki əziz oxatanlar, 15 maydan sonra real pul axınınız olacaq. Pul sizə o qədər asanlıqla və o qədər çox gələcək ki, xoş təəccüblənəcəksiniz. Nəhayət, şanslı insanlar siyahısımızı balıqlar bürcü tamamlayır. Hörmətli balıqlar, siz hər şeyə qeyri-adi yaradıcı yanaşmanız və inkişaf etmiş intuisiyanızla haqlı olaraq məşhursunuz, bəxt gözlərindən biri olacağına şübhə yoxdur. Mayın 15-dən etibarən əhəmiyyətli maliyyə artımına arxayın ola bilərsiniz. Bu dəfə hakim planetiniz Neptinin Venera ilə müsbət bucaq açacağı zaman yaradıcılıq və mənəvi sahələrdə uğur qazanacağınıza işarədir. Balıqlar, incəsənət, musiqi və ya mənəvi təcrübələrlə bağlı yeni gəlir mənbələrinə hazır olun. Məqsədinizə çatmaq üçün səyləriniz və əzmkarlığınız mütləq mükafatlandırılacaqdır. Və daha bir kiçik məsləhət, əziz balıqlar, mayın 15-dən sonra sürətinizi azaltmayın və layihələriniz üzərində çox çalışmaya davam edin. Yaradıcılığınız və intuisiyanız sizi maliyyə uğruna aparacaq əsas kapitalınızdır. Birdən təslim olmaq və dincəlmək istəyinə qapılmayın. Əksinə, irəliləmək üçün motivasiya tapın və gələcəkdə sizə yaxşı gəlir gətirəcək işlərlə məşğul olmağa davam edin. Bəli, dostlar, indi hansı bürclərin Fordun himayəsində olduğunu bilirsiniz və çox yaxında mayın 15-də varlanmağa başlayacaqsınız. Bütün şanslıları ürəkdən təbrik edir, sizə həqiqətən zəngin və xoşbəxt insanlar olmağınızı və bolluq içində yaşamanızı arzu edirik. Sehirli ifadəni şərhlərdə yazmağı unutmayın. Mən dramatik şəkildə zəngin olmağa başlayıram. Amin və yaxın gələcəkdə almaq istədiyiniz pulun miqdarını qeyd edin və indi bu videonun altına beyin qoymağı və kanalımıza abunə olmağı unutmayın. Hazırda ekranınızda 2 pop-up görürsünüz. Bunlar sizin üçün növbəti tövsiyə olunan videolardır. Daha çox bəyəndiyiniz videoya intuitiv olaraq klikləyin və ona baxın. Hər kəsə baxanda əylənin, növbəti videoda görüşənədək.